Salam, hər vaxtınız xeyir. Növbəti mətbəx mebelini sizə göstərirəm. Ümumilikdə 8 metrədir, 2 metrə adasıdır. Mebel hissəsi də 6 metrəyə bərabərdir. Materiallar Kastamonu firmasına aiddir. Üstü də membrandır. Sağ hissəmizdə belə bir texnikamız var, penalımız var təbii ki. Bütün perimetri burada görürsünüz. Gizlin qulplardan istifadə olunub. Rahat şəkildə açıb bağlamaq mümkündür. Alt hissəsi gizlin işıqdır. Bütün bütövlüklə nəzərdə tutulub. Təbii ki, burada hərəkət sensorumuz var. Toxunduqda və yaxud da ki, hərəkət etdikdə işıq yanır və sönür. Çox səliqəli bir iş çıxıb. Tökmə mərmər sədəfdir. Çox ideal və moykanın özü də sədəfdəndir. Yəni moykanın özü də mərmərdəndir. Piltəmiz buradadır. Sonra üst hissəsinin diqqətlə baxsaz qızılı işləmədi. Burada aspiratorumuz var. Səliqəli şəkildə işləmişik. Sol hissəmizdə bizim şkafımız var. Soyuducunun üst hissəsi belə basaz mexanizmindən istifadə olunub. Təbii ki, siz üst hissəsini depo alanı kimi istifadə edirsiniz. Sol küncümüzü belə gizlin qulpla, daha doğrusu basazla şkafımız var. Siz rahat şəkildə açırsınız. Kargomuz var, gizlin kargomuz var. Buradan belə göstərim. Bağladıqda buranı çox diqqətlə baxın, mərmərlə bərabər bitən gizlin qulp və bu hissədə çox səliqəli şəkildə görsənir. Növbəti bu hissə göstərilən mərmər ada hissəmizdə 6 ədəd ümumi çəkməcəmiz var. Diqqətlə baxsaq burada da qaşıqlıq var, burada da qaşıqlıq var və burada da dərin çəkməcəmiz var. Ümumi hamısı Porsche istehsalı GTV firmasına aiddir. Sol hissəsində belə bir şkafımız var. Buranı da istifadə edə bilərsiniz. Çox əla, səliqəli. Sonra sol hissədə salonla ayıran bir kolonumuz var bizim. Bu kolonlarda membran apşifka eləmişik. Çox səliqəli şəkildə bu hissədə də və sizə bu hissəni də göstərim. Daraq model və düz modeldən istifadə olunub. Bunları da göstərirəm sizə. Və burada da twistentimiz var. Twistentimizdə çəkməcələr var. Möhtəşəm. Ustamıza əhsən deyirəm, təşəkkür edirəm. Xeyirli olsun. Hər kəsə Allah qəlbində, ürəyində olan mətbəx mebelini, ümumən mebeli nəsib eləsin. Bu üçün də bizə müraciət edə bilərsiniz.